İntensiv yağışlar ölkənin müxtəlif yerlərində, xüsusilə şimal bölgəsində fəsadlar törətməkdədir. Çaylara gələn sel bəzi yerlərdə məcradan çıxaraq dağıntıya səbəb olub. Qusar rayonunda isə sel elektrik dirəklərini və sahildə yerləşən transformatoru aparıb. Birinci dəfə sürüşdü, güclə tutub çıxardıq. İkinci dəfə sürüşəndə çatdıra bilmədik. Bunu Baku TV-yə Qusar rayonunun Gündüzqala kənd sakini Ramazan Xəncərov ötən gün 29 yaşlı Fariq Rəsulovun seldə həlak olmasının təfərrüatlarını danışarkən bildirib. Onun sözlərinə görə, hadisə sakinlərin quru çaya gələn seli seyr etməsi zamanı baş verib. 2 gündür çaya sel gəlir, hamımız qırağda dayanmışdıq, selə baxırdıq. Fariq biraz qırağda dayanmışdı, torpaq suyun içinə düşdü. O da onunla bir yerdə düşdü. O qədər qaçdıq, ayaq yalın. Bütün kənd qaçdı, amma çatdıra bilmədik. Su çox sürətli idi, evin tək oğlu idi, subay idi, toya hazırlaşırdı.